Məcəlləsinin 120.2 nöqtəsi. Fikrim olsa mən o burada digər iş materialları ilə tam sübuta yetirilir. ...2018-ci il oktyabrın 22-sində Daxili İşlər Nazirliyinin 102 xidmətindən verilən məlumat əsasında Quba rayon polis şöbəsinin əməkdaşları rayonun Tülər kəndində üzərində zorakılıq əlamətləri ilə 1992-ci il təvəllüdlü Elşad Əsədovun meyidini aşkar ediblər. Araşdırma zamanı onun qisas məqsədi ilə qətlə yetirilməsi məlum olub. Belə ki, hadisədən 3 gün əvvəl Elşad Əsədov yaxın qohumunun arvadı Aynur Əsədovanı qaçırıb. Amma axtarışa başlayan doğmaları onları Bakı şəhərində tapandan sonra hər ikisini rayona gətiriblər. Baxış keçirilməsi haqqında 22 oktyabr 2018-ci il tarixli protokoldan görünüb ki, hadisə Quba rayonunun Tülər kəndində Pir adlanan yerdən sol tərəfdə baş verib. Çəpərin yanında Elşad Əsədovun meyidi aşkar edilib. Hadisə yerinə toplaşan kənd sakinləri bildiriblər ki, həmin şəxs öz əmisi gəlinini qaçırdığı üçün öldürülüb. Üzündə və başında çoxsaylı xəsarətlərin, şalvarında, ətrafındakı daşların və yarpaqların üzərində qan ləkələrinin olması müəyyən olunub. Əynindəki şalvar topuqdan dizə qədər yuxarı çəkilib, maykanın bir hissəsi cırılıb, palçığa bulaşmış bir ədəd mobil telefon tapılıb. Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə 1992-ci il təvəllüdlü Elşad Əsədovun başında, üzündə, gözlərinin ətrafında, döş qəfəsində və ayaqlarında zərbələr təsirindən çoxsaylı sıyrıq və qançırlar əmələ gəlib. Ölümünə bıçaq zərbəsi nəticəsində ürəyin zədələnməsindən baş vermiş daxili qan itirmə səbəb olub. Kütləvi informasiya vasitələrində məlumat yayılıb ki, 2 uşaq anası olan qadının əri Şahmar Əsədov, atası Sadiq Dadaşov, dayısı Qabil Mikailov, qayını Təbriz Əsədov və bir neçə kənd sakini saxlanılıblar. Rusiyadan Azərbaycana qayıdan Qabil Mikailov baş vermiş cinayətin təşkilatçılarından biri olub. Bundan başqa, sosial şəbəkələrdə qətlə yetirilən gəncə aid olduğu video görüntü yayılıb. Sən əmin qızının, əmin oğlun arvadını niyə qaçırtsan? İstəmişəm qaçırmışım. Nətər istəyirsən? Arvadını evdə qoya-qoya. Evdə qoymamışam, boşanmışam onunla bir ay. Niyə boşuyubsan? Dolanamamışam. Dolanamamışam. Nəyə görə dolanamamışam? Ağalar özü bilinir. Ağalar bilmir. Çəkmə, düşə düşmədim. Nəyə görə əmin... Belə at, üzqə rastla. Sən bilmirsən, mən nətər qəbul elədin, dedi ki, göndərsin, göndər gəlsin. Baxın, arvadına görə getdin, özünü torpadın. Sən kişisən, arvadını kimə qoyub gəlibsən? Boşanmışam. Niyə boşuyubsan ki? Valla dolanam. Baxın qızını niyə boşuyub bərbat eləyirsən? Sən cındırsan. Dolanamır. Sən cın... Nəyə görə boşan? Nə səbəb? Evdə problem var, dolanamır. Nətər problem? Nətər? Gətirib yanında saxlaya bilirsən? Amma oktyabrın 23-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yayılan videoda döyülən şəxs Elşad Əsədov olmayıb. Həmin görüntülər gündüz çəkilib, Əsədov isə gecə öldürülüb. Mərhumun valideynləri bildiriblər ki, 25 yaşlı Elşad qonşuluqda yaşayan Aynuru sonuncunun isteği ilə qaçırıb. Onlar bir-birini seviblər. Hadisə gecə saat 1-2 radələrində baş verib. Oğlunun öldürüldüyünü səhər saatlarında biliblər. Qonşuda burada gəlin var, gəlin də qoşulub qaçıb. Gediblər də, bunlar bir-birini seviblər, çıxıb gediblər. Bunlar da gedib, mənə işləm məlumatı görə tapıblar Bakıdan, alıb gətiriblər. Bu kənd qızı ki, bunu düzgün öldürürlər. Hadisə baş verəndən xəbər bilmiş oldu. Mənim uşağımı öldürüblər. Mənim uşağımın heç bir günahı yoxdur. O qadın çıxarıb uşağımı başdan. Məktub yazar, niyə uşağımı yoldan çıxarıb, gətirib də kənd cəmaatı öldürüb uşağımı.
Nə əmoğlu, ulu babasının nəticələri. Qızı öldürməlidirlər birinci. Ölüm var idi bu işdə. Nəyə görə mənə uşağımı Onların öldürürlər? ixtiyarı yoxdur, heç bir hökm verməyə. Hökmü bizim Qanun var, qanunumuz qanun var. qarşısında cavab verməlidir. Əgər onların cəzası varsa, kim tərəfindən kimin burada öldürülməsinin heç bir səlahiyyəti yoxdur. Qanun kim çıxardı burada? Bir dəstə xuluqan Kirayə tutdurub, pul verib oğluma, qızıl verib ki, sat bunları, məni qaçır burada. yazdığı qızın məktubları var. Məktubları var, nə qədər 16 məktub yazıb oğluma. Qız oğlana sevgi yazılır, sevgi məktubları. Çatdırılan bizə məlumatlara görə hamısı istintaqda deyilsin bunlar. Elşad Əsədovun atası qeyd edib ki, oğlunun evli olması ilə bağlı deyilənlər yalandır. O subay olub. Dəfnində kənd sakinlərindən heç kim iştirak etməyib. Yaxın gələn yox idi, söyüş qoydular burada. Nə elədilər ki, qatbotu gələn olmadı, söyüş qoydular burada. Beləliklə, oktyabrın 22-sində şübhəli şəxs qismində Sadiq Dadaşov, Şahmar Əsədov, qardaşı Pərviz Əsədov, oktyabrın 25-də Mətləb Muradov və Zabit Yolçiyev, noyabrın 1-də isə Nazim Mikailov tutularaq rayon məhkəməsinin qərarları ilə barələrində həbs qəti imkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, Aynur Əsədova 2009-cu ildən rəsmi nikahda olmasına baxmayaraq, əri Şahmar Əsədovun qohumu Elşad Əsədovla aralarında yaranmış sevgi münasibətinə görə qarşılıqlı razılaşma əsasında gələcəkdə ailə qurmaq məqsədi ilə heç kimə məlumat vermədən 2018-ci il oktyabrın 19-da evdən çıxıb gedib. Qızının qaçmasını eşidən Sadiq Dadaşov qohum və tanışlarının köməkliyi ilə onu axtarmağa başlayıb. Bakı şəhərinə getmiş kürəkəni Şahmar Əsədovun qohumları və dostları Elman Muradov, Qabil Mikailov, Mətləb Muradov, Pərviz Muradov, Şahid Əsədov və David Mikailovdan ayın 21-də Aynurla Elşadın paytaxtda müvəqqəti məskunlaşdıqları ünvanı müəyyən etmələri barədə məlumat alıb və onları kəndə gətirmələrini tapşırıb. Həmin şəxslər heç bir qanunsuz hərəkətə məruz qalmayacaqlarını bildirərək Elşad Əsədovu və Aynur Əsədovanı Quba şəhərinə gətiriblər. Qabil Mikailov Aynur Əsədovanı öz evinə aparıb. Elman Muradovla Şahid Əsədov isə oktyabrın 22-si gecə saat 1 radələrində Elşad Əsədovu Quba şəhərindən Tülər kəndinə gətiriblər. Bundan sonra Şahmar və Pərviz Əsədov qardaşları, qohumları Nazim Mikailov kəndin mərkəzində Pir adlanan ərazidə avtomobilin qarşısını kəsiblər. Elşad Əsədovun kəndə gətirilməsini biləndən sonra Sadiq Dadaşov qeyd olunan yerə gedib. Elşad Əsədovun hərəkətlərini namusunu ləkələməsi kimi qəbul edərək şalvarının arxa cibindən açılıb qatlanan məişət təyinatlı bıçağı çıxarıb və onun döş qəfəsinə 2 dəfə zərbə vurub. Sonra qisas almaq niyyəti ilə Şahmar Əsədov və qeyriləri ölümünü tezləşdirməkdən ötürü rəhimsizliklə əlləri və ayaqları ilə Elşad Əsədovun başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurublar. Bu hərəkətləri ilə qrup halında zərər çəkmişi qəsdən həyatdan məhrum ediblər. İş üzrə dindirilmiş Şahmar Əsədov bildirib ki, Aynur Əsədova ilə 2009-cu ildə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. 2018-ci il oktyabrın 19-da axşam arvadı uşaqlarını qaynatası gildə qoyub evdən çıxıb və geri qayıtmayıb. Aynurun və evdə olan qızılların yoxa çıxdığını görüb, bu barədə polisə məlumat verib. Kənd sakinləri ilə birlikdə qadını səhərə qədər axtarsalar da tapa bilməyiblər. Ayın 21-də Elşad Əsədovun güya Bakıda cəza çəkmə müəssisəsində cəza çəkən Ceyhun adlı əmisi oğlunun yanına getməsini eşidəndə ondan şübhələnib. BBC-nin əri Elmana zəng vurub, Elşadın kənddən çıxıb Qubaya getməsini bildirib və onu izləməsini tapşırıb. Elşad Quba avtovağzalından taksi ilə Bakıya yollandıqda Elman, dostu Mətləb, dayıları Qabil və David başqa avtomobilə əyləşərək onun arxasınca gediblər. Həmin gün saat 16 radələrində tanımadığı nömrədən zəng edən Aynur xarici ölkə vətəndaşı ilə qaçdığını, onu axtarmamalarını, qızılları Quba şəhərində satdığını və pulları ona göndərəcəyini deyib.
yaxşı etməsini, amma qızı Yağmuru niyə qoyub qaçdığını söylədikdə Aynur telefonu söndürüb. O dərhal Quba rayon polis şöbəsinin əməliyyat müvəkkili Ramin Qasımovla əlaqə saxlayıb və 1-2 saatdan sonra onunla görüşəndə arvadının zəng etdiyi nömrəni ona göstərib. Əməliyyatçı yoxlayaraq həmin nömrənin Bakıda Qara Qarayev metrosu yaxınlığında olan taksafona məxsus olmasını müəyyən edib. Ramin Qasımova qohumlarının Elşadın arxasınca Bakıya getmələrini deməyib. Əmisi oğlu Şahid və yeznəsi Pərviz də paytaxta gediblər. Dayısı Qabil Mikailov ona məlumat verib ki, hər birini tanıdığından onlar Qubadan Bakıya getdikləri Vüsal adlı taksi sürücüsündən Elşadın hara getməsini, izləməsini xahiş ediblər. Həmin şəxs 5-10 dəqiqədən bir onlara zəng edib məlumat verib. Növbəti dəfə əlaqə saxlayanda Elşadın metroya mindiyini, stansiyaların birindən qadın ayaqqabısı aldığını xəbər verib. Elşadın qadın ayaqqabısı alması onlarda şübhəni daha da artırıb. Taksi sürücüsü Elşadı axıra kimi izləyib. Zəng edib onun Bakıxanov qəsəbəsində doğum evinin qarşısında yerləşən 5 mərtəbəli yataqxanaya girdiyini deyib. Buna görə həmin binanın qarşısına gəliblər. Ne olur Şahmar? Ne oldu? Şoför gidip girdi dedi Padiyez'de, Razinde girdi dedi Padiyez'de dayanmışam Padiyez'de qabağında ayrı taksiyle gidiyordu dalanca. Dayı. Ha. Orada hiç kim işinləmcək onunla. Qulaq as, səni bir məsləhət eləyim. Davay. İkisi oradadırsa onları, ikisi də bildin. Ben bilirəm neyinəmək lazımsa. Dayı, qurbanlım iləmcəqsiniz. Dayan ayağı altın dilim. Boyuna bax. Nə disov mən eləyəcəm? Dayı, ən güzəşdə mən gələyim bildin. Aha. İkisini də işim bitirim mən. Qurbanlım dayan. Bax oradadırsa ikisi də gəlin mən. 2 saatı çatacaq ora. Oy mən tapım. Ha. Onlar oradadırsa. Ha. Mən bir fikrim var. Adam öldürür. Ha, dayı, qurbanlım yaramcaq. Görməyə başa gəlimdir. Dayı. Onun şeylərin hamın kəsmək mənim boynuma. Dayı. Onu hamın kəsib onun ağzına vermək mənim boynuma. Dayı, qurbanlım məndə güclü. Sənə qurbanlım dayı. Tapsam. İkisini sağ salamat bir maşınla tülərə gətirəcəm. Polis bilməsə, heç kim bilməsə. Heç kim biləndə gör. Tapsam gətirəcəm. Qurbanlım sənə. Deyəm biz gidib çatım tapım görüm elə bir sağdır mı? Deyən. Şahid, Pərviz, Mətləb, Elman, Qabil və David 2-ci mərtəbəyə qalxıb Elşadın girdiyi mənzilin qapısını döyüblər. Elşad qapını açan kimi içəri daxil olublar. Dayılarından biri ona zəng edərək Elşadla Aynuru tapdıqlarını, onların bir yerdə olduqlarını xəbər verəndə o hər ikisini kəndə gətirməsini tapşırıb. Səni bu arvadı saçları nə rəngdir? Qırmızı kimi, sarı kimi, xey kimi, nə bilim. Aşağı. Nə olur? İşte bu oradadır. Dayı, buraxma ha dayı. Yaxşı. Buraxacaq sən özün. Hara buraxalım. Dayı, meydana gətir. Süzə 2 milyon qutarım dayı. Mən xoşbəxtiyim. Sən tanımsa dayını? Yox, mən tanımam. Neçənci nəsildir? 2-də. Dayı, vurub açacaqlar süzü dayı. Hay? Gedib açacaq özüzdən. Gələn var, yoxum deyəm. Qabil Mikailov Aynura rayona getməli olduğunu deyəndə, o öldürüləcəyindən qorxduğundan əvvəl getmək istəməyib. Amma Qabil söz verəndə ki, heç kim ona əl vurmayacaq, razılaşıb. Nə xəbər, haradasın? Heç nələ orada yox. Polislər var orada? Yox. Heç kim xəbər, Elman hanım? Elman şəhərdadır burada. Sən haradasın? Elə bir orada yox, orada yox. Gedə. Gedək, Şamar Aynur yazıb məktub verib, gedək ki, qaçır mən sənə istəyirəm deyib. Mektubu astığı bağımızda ki, Allah bu da bu mektubu deyib. İndi gedə nə indi? Gedən bıraxasınız? Yox, ara bıraxadı o, gecə tutulub o bağımızda, ara bıraxadı o. Pərviz, kəsməmişsiniz belə. Kimi? Uları. Tələsmə. Pərviz!
Çekin telefona. Saberi ol. Hərbi. Saberi ol. Hərbi. Saberi ol. Bırakma, məsləbə var. Dalın gələcək kəndə ikisində saberi Adam ol. mətləb qır getdi gənə. Kübiyim səni. Sənə yağı olsun bilin bırakma. Yaxşı, narahat. Məslə. Mən əlimə ver. Sən qır getdi oğlansa məslə. Qulaq az. Hə. Sen beni elime ver. Öldürme. Beni sen farkı yoktu bir işi. Bildin kardeşim. Elman ana. Elman içərdədir. Siz arasınız bakalım. Mən bu deyib bayırda qapda dayanmışam. Şağlı kilə dayan. O da sağdalılmadı ki bu. O da sikiviyim seni sikivi. Oldu. Mətlab düşmanımsa bırak sol. Bizi tutacaq yoktu gedər. Bizi yoktu. Hə. Bizi boy vaxtı tutacaq bildin. Kiminle kaçır? Biləcəkdir gələndə. Yok, Elşadla kaçmayıb. Hə? Elşad kaçmayıb. Yok, kim maşın, nereden kaçıblar? İnməsələr salıb bağaca mindirəcək. Məslə, bağacı beni basacaq gedər. Məslə, bizi geçeceksiniz bilimle bildin, o geçiyor var bildin. Məslə, gedəni bırakma məslə, eyfibi çıx, səni vurmuşdu məslə. Məslə, əlimə yer işi yoktu da, kişi yok, adımız çıxır, tüləri adı çıxacaq, bildin. Anşamı. Ben ne təhədir vəziyyətçi? Vəziyyət hələ gəlinim indirdik maşına. Biz mənim yanımdadır. Gedə gəlimdən soğub. Ha? Dayı. Gedə deyir. Ha. Kimdir danışan? Şahmar. Gedə deyir ki gəlimdən dedi kəntə. Ha. İndi biz güzlüyü dolduruq şəhərdə, indi bu saat basıb maşını gətirmək istəyirik bunu bura. Dayı. Polis xəbər bilməsi bildin. Hər saxlan mən gəlim doğrayayım da siz üçlük hükümət doğrayaq. Doğramaqlı iş yoxdur deyən. Dayı. Polisə vermə ha. Polisə verimdik. Biz polisə verimdik. Fikrin nədir? Alıb kəntə gəlmək. Kəntə. Niyə kəntə gətir? Yandırmağa. Lan da qurban olum səni kişi ağıl bak. Bəs mən nəş gəlmişdim. Ne oldu? Yox, sən üzü həll edirsənsə mən nəş Ne gəlmişdim. həll edirəm, ona mən çatmışam, ömrü çatmışam. Mən dedim ki, heç nə olmayıb, heç nə də lazım deyil daha. Hər şey həll olundu da. Dayı. Dayan, ha. Dayı. Ay dayı. Dayanasan, alıb gəlim olar. Dayanasan, sakit ol da, tapmışıq da. Dayı. Tapmışıq. Yaxşı baş. Sənə qurban olum, heç nə eləmək lazım deyil ha, dayan. Bu gədən heç gətirimlə mən, başa düşdün? Ay dayı. Qulaq az, alıb gətir, verin sənə, vurasa gidib yatasa 14 il, çımaq mənə desin ki, qardaş, səni Dayı. Qubadan Bakıya gətirdiyinə, həm də Elşadın tapılmasında köməklik etdiyinə görə dayısı taksi sürücüsünə 100 manat pul verib. Bakıxanov qəsəbəsindən Şamaxinka adlanan əraziyə gəliblər və ayrı-ayrı avtomobillərlə Qubaya qayıdıblar. Aynur yolda Elşadı sevdiyini, öz istəyi ilə onunla Bakıya gəldiyini söyləyib. Quba şəhərinə çatandan sonra dayısı Aynuru öz evinə aparıb. Sənə qurban olum. Üldürmək lazımdırsa da mən deyəcəm üldürən vaxtı. Mən sənə deyəcəm onu. Polislər tutacaq sizi. Heç kim mən tutunca, mən gətib yahutu yetimin sənə verə bilmənəm, ala vur deyib. Kimə verəcəksə? Dilimdən də çaşmışam. Dayı, sən mənə verin, vurumduq onu. Ha. Külər yığılıb yandıraq onları. Onun üçün də git tülərə, yığ tülərini piri qabağına. Çək gəlmə mənim qabağıma, çək gəlsə mənə qulaq asma soğ. Mənə qulaq asma soğ. Hanı ayaqlı altından, sən mənə dalım ki gəldim, sənə imidlub gəldim deyəsən. Ay sağ ol, o kəlləşdim də mən. Tuz tülərdə. Deyinən ki, dayı bu adamı alıb gələ dayı tüləri, mənə kömək ilövən deyinən. Mən deyənə bax. Vaxtında sən çağırdın, mən durub gəldim. Dedim ki, bacıqlıya kömək gerekdir. Mən gəlmişəm, tapdıq da, yaxşıdır. Şükür Allaha, köməkçəkli tapıldı bu gəlin. Dayan baxaq yola verək bu məsələni. Üldürmək lazımdır, yandırmaq lazımdır. Neyniysənsə, yığ tülərini ilə.
Mən onu gətirib Tüləriyə verəcəm. Tülərdə biri qabağında adam çox olsa verəcəm. Kef Şahmara verə bilmənəm. Kef Şahmara verə bilmənəmsə ala vuruldur. Yazığın gələdi sənə, hər şeyi gördün. Mən deyəndən sonra iş ilə söv. Neyim var satıb sənə gətirəcəm öyle. Mənə neyim var satıb səni türmədən gətirəcəm. Ancaq işi mən deyəndən sonra deyəcəksin. Yaxşı mənim, yaxşı. Ancaq bizi kəndə getmə. Başa düşdüm, neyim bunu? Gedəni? Bizi. Bizi neysən? Bizi kəndə getmədi, atasına. Bu uşağı verəsə, balacasın bu qıza, mən qızımı istəyirəm deydi. Dayı, dayı. Duruş adam da. Onu yoxdur. Onu çaydan ver Sadıq ilə. Deyim ki, gəl. Başa düşdüm, davay. Atası Nəbi, qardaşı Pərviz, əmisi Rövşən, dayısı Nazim və daha 6 nəfərlə birlikdə 4 avtomobillə kəndin mərkəzinə yollanıblar. 100 nəfərə yaxın kənd sakinlərinin pirin qarşısına etdiyi namussuz hərəkətə görə Elşadı döymək üçün yığışdıqlarını görüblər. 5 dəqiqədən sonra boz rəngli Mercedes, arxasınca zabit və mətləbin idarə etdikləri Vaz markalı avtomobillər pirin qarşısından keçəndə kənd sakinlərindən biri Elşadın Mercedesdə olduğunu deyib. Elman cəmaata yolu açmalarını, Elşadı aparıb atasına təhvil vermək istədiyini bildirib. Amma sakinlər avtomobili dairəyə alıblar. Qaynatası Sadiq qapını açaraq yumruqla Elşadı vurub. Düşüb qaçmaq istəyəndə kənd sakinləri Elşadı tutub döyməyə başlayıblar. Özü də onun başına, üzünə və bədəninin digər nahiyələrinə təpi ilə çoxsaylı zərbələr vurub. Onun nalayiq ifadələrlə təhqir ediblər. Qaynatası və qardaşı da ona zərbələr endiriblər. Bıçağın kimdə olmasını görməyib. Elşadı vurmaqda məqsədi ondan qisas almaq olub. Təpi zərbələrindən onun öləcəyini güman etməyib. Elşad müqavimət göstərməyib. Əlləri ilə başını tutaraq yalnız zərbələrdən özünü qorumağa çalışıb. 10-15 dəqiqə ərzində onu döyəndən sonra öldüyünü görüblər və kənara çəkiliblər. Zabit Yolçiyev hadisədən sonra uca səslə orada olan kütləyə müraciət edərək bu məsələnin tək qaynatası Sadiqa deyil, bütün kənd sakinlərinə aid olmasını deyib. Şahmar Əsədov qeyd edib ki, arvadını qaçırmaqla namusuna toxunduğu üçün Elşad Əsədovun ölməsinə peşman deyil. Düşünür ki, o cür əqidədə olan adamın yaşamağa haqqı yoxdur. İş üzrə dindirilmiş Sadiq Dadaşov bildirib ki, hadisədən yarım il əvvəl qızı ilə əri arasında narazılıq yaranıb. Özünü pis hiss edən Aynur ağrı kəsici dərmanlar qəbul edib və zəhərləndiyinə görə xəstəxanaya yerləşdirilib. Bundan sonra qızını öz evinə gətirib və onun Şahmar Əsədovla boşanmasını istəyib. Dəfələrlə qudası gəlib Aynuru evə aparmaq istəsə də razılıq verməyib. Təxminən 20 gündən sonra qızı uşaqları üçün darıxdığını deyib öz evinə qayıdıb. Oktyabrın 22-sində qapını açıb arxa oturacaqda əyləşən Elşada bu nə alçaqlıqdır elədin deyərək maşından düşməsini tələb edib. O isə saymazyana şəkildə yaxşı eləmişəm, mən bu barədə Şahmara bildirmişdim deyə cavab qaytarıb. Elşadın onu qeyrətsiz hesab etdiyini və nalayiq ifadələrlə danışdığını eşidib özündən çıxıb. Yumruqla üzünə 2 dəfə zərbə vurub. Avtomobildən düşmək istəmədiyini görüb şalvarının arxa sol cibindən bıçağı çıxardıb. Sağ əli ilə saçından tutub bıçaqla boğazına zərbə vurmaq istəyəndə Elşad müqavimət göstərib. Buna görə kəsici alət onun qulağını və üzünü cızıb. Elman Muradov onu arxadan tutub dartdığı üçün yerə yıxılıb və bıçaq əlindən düşüb. Bundan sonra Elşadı maşından düşürtüblər və orada olan şəxslər üstünə tökülüşüb. Hava qaranlıq olduğundan Elşada kimlərin zərbələr vurduğunu görməyib. Pərviz Əsədovun kiməsə vur bıçağı ürəyindən deməsini eşidib. 5-10 dəqiqə Elşada zərbələr vurandan sonra onun tam hərəkətsiz vəziyyətdə qaldığını görüblər. Yoldan maşınlar hərəkət etdiyinə görə meyidini biraz kənara çəkiblər. Sadiq Dadaşov əlavə edib ki, avtomobildə bıçaqla Elşadın ürək nahiyəsinə zərbə vurmayıb. Onun ölümünə səbəb olan xəsarətlərin kim və ya kimlər tərəfindən yetirildiyini bilmir.
maşından düşəndən sonra Elşadın döyülməsində iştirak etməyib. Baş verənlərə görə təəssüflənir və əməlindən peşmandır. Şahid Aynur Əsədova bildirib ki, 16 yaşında Şahmar Əsədovla ailə həyatı qurub. Babası onu məcbur ərə verib. Şahmarı heç vaxt sevməyib. Əri onunla çox kobud davranıb. Bu səbəbdən də atası onların boşanmasını istəyib. Şahmarın qohumu Elşad Əsədov Ukraynada yaşayıb təhsil alıb. İlk dəfə onu 2014-cü ilin yayında kənddə görüb və ondan xoşu gəlib. Evli olduğundan bunu heç kimə söyləyə bilməyib. Hadisədən bir ay əvvəl Elşada qarşı olan hisslərini bildirmək qərarına gəlib və bu məqsədlə sevməsi barədə ona məktub yazıb. Axşam Elşad heyətlərinə gəlsə də utandığı üçün çıxıb onunla görüşməyib. Amma növbəti gün heyətlərindəki bağda görüşüb söhbət ediblər. Bundan sonra həftədə 3 dəfə görüşüblər, lakin aralarında hər hansı yaxınlıq olmayıb. Oktyabrın 19-da telefonla danışanda evdən getmək barədə fikrinin ciddi olduğunu bildirib. Saat 19:30-da Elşad ona zəng edərək taksidə onu gözlədiyini deyib. Uşaqları qaynanasına verərək saçını yuyub 15-20 dəqiqəyə qayıdacağını söyləyib və Elşadın dediyi yerə gedib. Qubada köhnə avtovağzalda başqa taksiyə minib Bakıya yollanıblar. Oktyabrın 21-də axşam Bakıxanov qəsəbəsində qaldıqları evə yoldaşının dayıları və digər qohumları gələrək onları rayona qayıtmağa məcbur ediblər. Həmin gecə onu Quba rayon polis şöbəsinə aparıblar. Elşadı isə Tülər kəndində öldürüblər. Məhkəmə iclasında Sadiq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər. Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikailov özlərini təqsirli bilməyiblər. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edib. Məhkəmə nəticəyə gəlib ki, Şahmar Əsədov və qeyriləri Cinayət Məcəlləsinin 120.2.1-ci bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə və 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə maddələri ilə təqsirli bilinməli və təyin edilən cəza müddətlərini ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. 2021-ci il iyunun 17-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmar Əsədov və Sadiq Dadaşov 18, Pərviz Əsədov və Mətləb Muradov 17, Zabit Yolçiyev və Nazim Mikailov 16 il müddətinə azadlıqdan məhrum olunublar.